atalarının gözəl şeirlərini işığına yığışmışıq. Nə gözəl ki, hərdən bir belə gözəl məqamlar olur, belə gözəl məclislər olur və söz əhli, şeir əhli bir araya yığışır. Bakı Gənclər Evində bir ədəbiyyat hadisəsinə görə yığışmışıq. Ədəbiyyat milli kimliyi təyin edən, milli mentalitetə təsir göstərən mühüm bir vasitədir. Əziz tədbir iştirakçıları, sözə tapılan, ədəbiyyata sığınan, dəyərli yazarlarımızdan biri olan Şamil Əlvəroğlu'nun bugün təqdimat mərasimindəyik. Yazarımıza bol uğurlar. Bu gənclərimiz alıb oxusunlar və əminəm ki, onların həyatında mütləq bir dönüş nöqtəsi yarada bilər bu kitab. Bunu əminliklə deyirəm, yəni bugün ədəbiyyatın bayramıdır və bugün o ədəbiyyatın işığına bu qədər insanın toplaşması məni sevindirir, qürurlandırır. Demək ki, kitab oxumaq keçmişdə qalmayıb, elektron kitab, kağız kitabı unutdurmayıb və bu mənim üçün fəxrdir və Tanrı hər birimizi qorusun. Gözəl günlərdə görüşək, bol-bol mütaliələr hər birinizə. Belə bir yaşımız yoxdur və çalışdığımız qədər ən əsası bizə doğma olan, ərz olmuş şəhidlərimizdən başlamışıq və onların hər birinin bir daha bu qarşısında baş əyən ki, əsas qayəsi Qərbi Azərbaycanın deportasiya olunan gənc bir yazar kimi, vətən həsrətini yaşayan bir insan kimi, qaşqınlığın, köskünlüyün ən aziz sifətini görən bir insan kimi həmişə çalışmışam ki, əsərlərində, şeirlərində, esələrində, xarici mətbuatda dərc olunmuş əsərlərin hər birində bu qaşqınlığı, bu Qərbi Azərbaycanımızı qorxuyor. Yeni zamanda ədəbiyyatımızın böyük bir hissəsini qorxuyardık. Bizim bugün Qərbi Azərbaycan gəlməsi lazımdır, ancaq yaşanmamış ömürlər əslində əbədi həyata olunmuş ömürlərdir.